Mən həmişə qızıl medalı qazanacağıma inanmışam. Ola bilər ki, bəzi yarışlarda uduzum. Bu olan şeydir. Bunu APA Sport Azan Ər-Riyada ezam olunmuş əməkdaşına verdiyi açıqlamada İslamiyadada judo üzrə qızıl medal qazanan Hidayət Heydərov deyib. İslam oyunlarının 2 qat qalibi qələbəsini Zəfər gününə həsr edib. Bugün çox gözəl bir gündür, Zəfər günüdür. Təbii ki, mən qızıl medalı qazanmaq üçün döşək üzərinə çıxmışdım. Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər gününə həsr edəcəm. Gözəl hisslərdir, həm bayramdır, həm də turnirdə ölkəmizə ilk qızıl medalı qazandırdım. 2 qat bayram oldu. O rəqibləri barədə bunları söyləyib. Hər rəqibə qarşı hazır çıxıram. Birinci və ikinci rəqiblərim zəif idmançılar olsa da, hər qarşılaşmaya final görüşü kimi yanaşıram. Qeyd edək ki, Hidayət finalda Özbəkistan təmsilçisi Şaxram Əhədovu məğlub edərək qızıl medal qazanıb.